Hər cür fəhlə usta işinə razıdırlar. Tək pul qazana, ailələrinə çörək pulu apara bilsinlər. Həm də ayda cəmi 2-3 dəfə üzlərini görə bildikləri ailələrinə. Utanıram ailə uşağı yanına getməyə. Kətdə uşaqlar ailə uşaq borc götürür. Mağazadan borc götürür. Gözləyirlər ki, dədəmiz bizə pul gətirəcək. And olsun Allah'a, yoxdur. 3-cü mikrorayondakı körpünün altı özlərinin dili ilə desək fəhlə bazarıdır. Təxminən 40-a yaxın fəhlə səhərdən axşama qədər burada keşik çəkir. Hər ötüb keçən maşını ümid dolu gözlərlə qarşılayıb yola salırlar. Dediklərinə görə gün ərzində ən yaxşı halda 2 ya 3 maşın dayanıb onlara hansısa işi təklif edir. İşin iş qiyməti var, o puldan 1-2 qat aşağı təklif edirlər ki, yəni budur, yoxdur, olan budur. Məcburuq razılaşaq. Əvvəl iş çox olardı, işləyirdi, iş zəifləyib, böhran vəziyyətində. İşin qiyməti düşür. Səhər-səhərindən axşam çağına qədər gözləyirik. 15-20 manat. Məsələn, iş olur 10 manata gedirsən, olur 15 manata gedirsən. O da olanda. Yəni hal-hazırda vəziyyət pisdir, yəni bazara da iş gəlmir. Fəhlələrlə söhbətdən bəlli olur ki, onların çoxu çörək pulu qazanmaq üçün bölgələrdən Bakıya üz tutanlardır. Paytaxtda 3-4 adama bir otaq kirayə eləyib orada qalırlar. İş tapmayanda kirayə evdə əldən çıxır. Dediklərinə görə iş üçün çox qapıları döyüblər, amma üzlərinə açılan olmayıb. Çox əziyyət çəkirik, yəni işsizlikdir. Çox, həddindən artıq çox əziyyət çəkirik. Üstündəşirik biz. Yəni, bura çıxan ölür də. Yəni, iş olsa bir qeyb işləyək hökumətdən. Yəni, biz gündə gündür ki, burada iş yoxdur, qardaş. 5 gün olur, 1 ay olmur. Sosyal yardım dayanıb. Yəni, biz yardımı alırdıq, yardımı kəsildirlər. Yəni, xahiş edirəm cənab prezidentimizdən, yəni, bu haqda tədbir görsün. Yəni, belə olmaz. Yəni, biz cavanlar ölürük, biz batırıq. 200 manat, 250 manat maaş verirlər. 250 manat maaşla mən necə dolanım? Necə dolanım? Bu yeməyi, içməyi, yatacağı, nə bilim, orası, yol pulusu, o 250 manatla, 300 manatla kim ailə Aramızda 2 dənə, 3 dənə uşağımız var, yəni o iş yoxdur. Çətindir, birbaşa çətindir, yaşamaq çətindir. Dərdlərini dilə gətirənlər olsa da, çoxu hətta kameraya danışmaqdan da çəkinir. Narazılıq etdiklərinə görə buradan qovulacaqlarından, son çarə yerləri olan bu bazarda itirəcəklərindən ehtiyatlanırlar. Bircə istəkləri ailələrini dolandıra biləcəkləri maaşı olan iş yeridir. Prezident İlham Əliyev isə deyir ki, indi dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Prezidentin dediyinə görə bu ilin 2 ayı ərzində təkcə dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradılıb. Müstəqil ekspertlər isə bu rəqəmləri real saymır, eyni zamanda alternativ statistikanın da olmadığını vurğulayırlar.